Eşitmisiniz yəqin Azər Əsrət və bunun fikirləri ilə, bu dillə bağlı. Yəni bu insan rus dilləri pozğun kimi baxır. E, Rus dilləri bara gedirlər, restorana gedirlər, nə bilim, klublara gedirlər. Birinci, ay qardaş, bu nədir klublar, haçanla barlar pozğun xana sayılır. Yox, sizin kimi adamlar sayır, mən demirəm. Amma normal insanlar, o insan axşam da gedir istirahət edir, yatmaq istəmir, gedib orada dincəlir. Bir stəkan indi kofedən, pivədən, indi konyakdan içir, burada nə var? Onun qadın da gedə bilər, kişi də, amma qadın gedirsə, hansı yollansa, o demək deyil ki, hamıya pozğun rus dillər, burada neynəsə rus dillər gedir ora. Sizə bir şey deyim, gələn səfər, yəni həmişə fikirləş, sonra danış. Azərbaycan dilləri var ha, bizim Azərbaycan dillərimiz hara gedir? Hamı deyir kitabxanadadır. Kitabxanalarda nə baş verir, bilirsiniz? Sizin uşağı deyir kitabxanadayam, videonu göstərir. Sonra bilmirsən, kitabxanadan sonra hara gedir? Bəlkə kitabxana vaxtında harasa gedə bilər, çıxa bilər. Yəni uşaq elədir ki, bu cəmiyyətin uşağıdır birinci. Elə deyilmi, mən tərbiyə vermişəm, mənim uşağımdır, oğlumdur, qızımdır, xeyr. 20 yaşdan sonra o sənin uşağın deyil, nə mənim uşağımdır, nə onun. O bizə elə gəlir. Amma o çıxır, dünya başqa dünyadır, cəmiyyətdir. Ona görə cəmiyyətin uşağı var. Bu bir. Yəni bu daxildə nə var, o eləyəcək. Pozğunluqdur, pozğun. Yaxşıdır, təmizdir o qalacaq. O təmiz qız uşaqları var ha, deməli, minidə gəzir, ya sinəsi açıq. O heç, yəni o kişiyə xoş gəlmək, oğlana xoş gəlmək, yəni bu qız uşağı dünyaya elə gəldi, xoşa gəlmək üçün edir. O pis mənada eləmir. Yəni biraz ağlayıcı işlədir. Və həmin o qızları göndərgin Amerikaya, əsgərlərin içinə, türməyə göndər, o təmiz gələcək. Burada yoxsa təmiz gələcək. Oldu? Hə, bu bir həsrət, qardaş. Yəni bu kitabxanalara elə deməklə də bara gedən elə hamısı pozdur. Bu arada kafelərdə başlarını bağlayıb kabinetlərdə otururlar, bilirsiniz. Kabinetlərdə açırlar. Vəssalam, olurlar başqa adam. Amma küçədə yaylıq başında. O qəfəsin içində saxlamaqla deyil. Qəfəsin içində saxlayanlar aparıb qızları dəvənin altına, eşeğin altına zorla qızı verirlər. Biri var ki, deməli, küçədə kimsə sataşdı, bir pis hərəkət elədi qıza qarşı. Gedib onu öldürmək, mən onu haqlı sayıram. Əlbəttə, sənin arvadıya, qızıya, uşağıya kim dəysə öldürə bilərsən. Onu dünyada heç kəs onu ona qadağa qoya bilməz. Hansı bir məmurun, hansı bir polis rəisinin, hansı bir hərbiçidir, generalıdır, onun arvadına, uşağına sən bir sataşsan, o neynəməlidir? Hər kəsi o vura bilər, öldürə bilər. Ona görə mən onu haqlı sayıram. Ona heç kəs dözə bilməz. Bu bir. İkincisi, bu hələ yaxşıdır. Bunu mən sayıram, qeyrət, namus. Ya qeyrət o halda olur ki, düşman gəlir qapıya, girir eviyə, dağıdır, qeyrət ondadır. Bax, sən müdafiə edib vurub öldürürsən. Onda müdafiə edirsən ailəni, arvad, uşağı. Bu əslində qeyrət budur. Amma sən ələ gedir, zorla götürüb oğlana ələ verir. Bir soruşmur, istəyir, istəmir. Sonra o qız gedir, boşanır, ya ərini öldürür, ya əri onu öldürür. Zorla vermək bax budur. Öz əli ilə qızını verir, deyir, apar zorla. Onda bu qeyrət deyil.
Deməli kimsə küçədə tutdu, maşına onu gətirdi, bu qeyrətdir, getdi öldürdü. Amma öz əli ilə ata qızını götürüb zorla qoyur. Nə olub? Zorla verirsən, apar zorla. Sən bu oğlanı axı bu qız istəmir. Və taleyini Tanrı özü bilən məsələdir. Hər qız elə gedib xoşbəxt ola bilmir. Ona görə də sizdə günah var. Bu bir. İkincisi, siz o görüşən qızlara, o Azər kimi insanlar niyə pis baxırsınız? Bu qız ərə gedib xoşbəxt olub da, indi bəxti verib. O birinki bəxti vermir, gedə bilmir. İndi o nə, görüşmür. O da istəyir də, indi evlənə bilmir, kimlənsə görüşür də. Bu istəməyi Tanrı verib, sən yox. Və ona sənin nə icazən var? Nə icazən var pis baxasan? Əgər sənin oğlun, mənim oğlum, qız uşağı gödək geymir, açıq-saçıq geyinmirsə, qonşu geyinirsə, qardaş, sən ona sağlam gözlə bax. Xəstə gözlə yox. Sağlam gözlə bax, səninki getmirsə, elə gəzmirsə, onun ki indi gəzir, o deməkdir, o pisdir. Heç kəsin icazəsi yoxdur. Bir də bu ərəblər bir vaxt qızları hamısını basdırıb öldürürdülər anadanlar. Sonra başladılar kişi ilə evlənmək. Görün, bunu istəyirsiniz. Yenə də deyirəm, qızlara fahişə deyən kişilərin özü fahişədir. Bu fahişə sözünü götürün, qadına yaraşmır. Niyə deyirsən bunu? O yerlər var, görüşürlər, edirlər, ona nəm xana deyirsiniz, əxlaqsız xana deyirsiniz. Necə? Kişinin arvadı yoxdur, qadının əri yoxdur, görüşürlər, burada nə var? Mən yenə dedim, bu qadınlara belə pis gözlə baxanlar sabah Allah eləməsin, elə günə qoyarlar ki, arvad olmaz, onda nə edəsən? Eşşəklə yaşayasınız, dəvə ilə yaşayasınız, necə dəvənin altına atırlar ərəblər, hə? Ərəbsiniz, qadınlara pis baxırsınız. Kişi ilə yaşamaq istəyirsən. Arvad Tanrı ona görə verib ki, kişi ilə yaşamasın, qadınla yaşasın. Bax bu qədər. Yəni siz o yenə də deyirəm də, mən bu tərəfi qadınların tərəfindəyəm. Yəni qadını olmaz aşağı. İkincisi kişilərin tərəfini nəyə tuturam? Kişilər bugün 300 manat maaş alır da, indi çox alanlar. Qadın da işləyəndə o qadına çox pul verirlər də. Şirkətdir, bilirsiniz, qadının işləri var ki, kişidən çoxdur. 3000 alır, gəlir kişiyə desən nə kişisən. Mən nə özümü həm saxlayıram, həm də səni saxlayım. Özümü saxlaya bilirəm də ailəmi, neynirəm səni. Bax, belə qadınlar yəni insan deyirlər. Kişi oğurluq eləyəmir də, maaşı işte, burada nə var? Sonra qadınlar nəyi üstün tutur? Kim villa alır, kim maşın alır, kim xaricdə oxutdurur uşağını, uşağına savad verə bilir. Pullar indi hardansa əldə edir, oxuyur, qazanır, neyniyir? Bu kişidir. 10 min, 100 min xərcləyir, kişidir. Deməli, kişinin necə tanıyır? 100 min, milyon xərcləyən kişidir. Bu yetimçə yazı oğlan ayda 500 manat məsəl üçün alır, gündə 2 manat, 5 manat xərcləyir. İllərlə də bu adam 5 manat gündə xərcləyir. Deməli, görün, kişiləri bu xanımlar nə ilə ölçür? Kim böyük miqdarda pul xərcləyirsə, o kişidir. Kimsə az miqdarda pul azdır, o kişidir. Bax, belə qadınları ümumiyyətlə silmək lazımdır həyatdan. İnsan deyirlər. Əgər pulla ölçürlər, böyük miqdarda pulla, bu indi kartof soğan ola bilir, o birisi qara ikra ola bilir. O deməkdir ki, o kişidir. Bu kişidir. Əksinə, elə bu kişidir. O halallıqla o ikranı yeyə bilmir axır. Başqa yollarla, amma bu ailə qalır. Ona görə də biz hər şeyi bilirsiniz, fikirləşmək. Kişini qınasan, qadına söysən, kişinə pisləsən, həmişə belə şeyləri fikirləşin, sonra o qiyməti verin.
Yəni çox belə şeylər var. Mən ümumiyyətlə bu söhbət gedib 10 saatlarla çəkər. Yəni bu xırdaca bu Azərin o fikirlərinə yəni deyirəm ki, elə eləmədilər ki, yəni o ərəblərin gününə qalarsınız sonra. Onlar nədir? Onlar nə? Adamdırlar ki, dəvənin, eşşəyin altına arvadları atırlar. Onlara siz nə kişi deyirsiniz. Bizimkilər də gələ o günə gələcək. Və sevgi olan yerdə bu istəmək yoxdursa, sevgi yoxdursa, bunun qeyrəti nə adiyyatı var? Əgər bu insanlar bir-birini istəmir, yola getmir, ayrılırlar, deyir qeyrətdir. Mən necə dözüm? Qızım o istəmirəm boşansın. Ay kişi, qızı xilas et, vurub öldürəndə gec olur. İndi bu boşansa nə qeyrətdir, qeyrət namus burada neyləsin? Bunu zorlamırlar ki, qeyrət namus. Bunlar yola getmir, sevmir bir-biri də, indi sevmir. Bunu hansı qonşudur, hansı bədbəxt alçağı deyə bilər ki, qeyrət namus qız qayıtdı. Qız qayıtdı, neyləsin? Qayıdıb öz həyatını yenə davam etdirmək lazımdır. Deməli, vursunlar, öldürsünlər, yola getmirlər də, sevmirlər bir-birini. Bunun qeyrətin nə adiyyatı var buna? Ona görə bəzi şeylər var ki, bunun qeyrəti belə şeylərə adiyyat saymaq olmaz. Yəni sevgi yoxdursa burada qeyrət neyləsin? Belə. Так что bunu bilin.